Necə oldu ki, siz evliliyi təklif elədi? Bilmirəm. Necə dedi? Məndən də 5 yaş balaca idi. Hə. Neçə idi? Özü demədi. Kimsə başqa adam gəldi dedi. Sonra özü ürəkləndi. İsmarış göndərib də, hə? Heç ondan danışmaq fikrimdə yoxdur. Yaxşı, o evlilik təklifindən danışmaq. Siz 6 ay evli olmusunuz deyəsən. 3 ay. 3 ay bir yerdə olmusunuz, amma boşanmanız 5 il çəkib. 5 il, bəli. Çünki səbəb görməmişdilər. Amma keçmiş qanundan əgər səbəb yoxdursa, rədd edirdilər boşanmanı. Ondan 6 ay sonra bir də verə bilərdin. Əgər yenə də əsas yoxdursa, yenə ləğv rədd edirdilər. Yəni 8 dəfə yəqin ki, müraciət etmisiniz. Olur. Mən eləməmişəm, o eləyib. Heç mən ümumiyyətlə o adında adam tanımamışam. Baxın, sizin Moskvada bir hadisəniz olur. Ki, əslində siz ona bircə dənə şərt qoydunuz. Salıb, o Moskvaya baladı. Bircə dənə şərtiniz olub evlənəndə. Şərt nədən mənim ibarət anama idi? söyləyəcək. Amma Moskvada bu baş verdi. Baş verdi. Baş verdi, o vaxtdan da ayrıldıq. Hadisə necə baş verdi? Hadisə belə baş verdi ki, deməli bizi zavoddan göndərdilər Moskvaya. Orada çox adam var idi. Bir 20-yə yaxın adam var idi. Ayrı-ayrı sexlərdən idi. Teldə qalırdıq. Ondan sonra deməli mən üzr istəyirəm, mən onda 3 aylıq hamilə idim. Hamiləydiniz, bəli. Bu deməli almışdı mağazindən, nə bilim nə, setkalarda. Onları verdi mənə ki, bunları apar. Özü də öz əlində gətirirdi və daldan rus qızları gəlirdi və deməli bu rus qızları ilə gələ-gələ mənə baxırdı, mən qabaqda gedirdim, ağrıyırdım düzdür, çünki çox gəzirdik belə mağazaları. O yükdə ağır idi. Yaxşı olmayan bir söz işlətdi, mənə təhqir edən bir söz işlətdi. Mən o sözü eşitdim. Gəldik, içəri gələndə, gəldik, otelə girəndə qapını açdı ki, mənə hörmət əlaməti olaraq mənə göyə qapını açır, içəri keçim. Biz də girdik içəri. Bu dedi ki, səhər yenə gedəcəyik. Mən dedim ki, mən getməyəcəm. Dedi, nə dedim, mən özümü pis eləyirəm. Özümü o yerə qoymadım ki, mən o sözü eşitdim. Ondan sonra dedi, yox gedəcəksən, dedim, getməyəcəm. Bu şeydə skandal yarandı bu mövzusu ətrafında və o da deməli, birincisi dedi ki, sən elə hesab eləyirsən ki, hamiləsən, sənin uşağın olmayacaq. Götürdü stolu, istədi çırpsın mənim qarnımın üstünə, amma çırpa bilmədi, stol ayaqlarıma dəydi. İkincisi də dedi ki, həmin məsələ, söyüş məsələsi. Mən də çıxdım çölə və salam. Dedim, indi orada ya sən qalarsan, ya mən qalacam. Ondan sonra da səhərsi gün Bakıya gəlirdik. Gəldik Bakıya, dedim ki, mən ayrılmamışam, olmaz. Çıxdım, getdim evimizə. Boşananda bu təhqiri, söyüşü səbəb kimi gətirmişdiniz? Təbii ki, mən bir söz gətirmişəm. 5 il onun bütün adamları gəlib evimizə gedib. Mən demişəm ki, o mənim anama söyüb, bizimki alınmaz. Axırda o 5 ilin yekununda özü ayrıldı, yəni razılaşdı ayrıldı, yoxsa məhkəmə məcbur qaldı? Məhkəmə ayırdı. O sonra evləndi deyəsən, hə? Evləndi. Bir neçə ildən sonra evləndi. Uşaqlar da var, ailəsi var. 2 uşağı var. Amma sizin övladınızla, tək oğlunuzla maraqlanmadı? Maraqlandı 25 yaşında. Aliment ödəmirdi? Yox, aliment məhkəmə kəsmişdi. Məhkəmə alimenti kəsmişdi. Bir dəfə mən deməli bu mühasibata çıxmışdım. Gördüm ki, uşaqlar, qızlar orada konfet yeyirlər, gülürlər. Mən də dedim ki, bu nədir siz konfet yeyirsiniz? Kimin saat günüdür? Dedilər, baxdılar tez özlərini yığışdırdılar, mənə hörmət edirdilər. Dedilər, yox. Dedim, bəs nə məsələdir? Demirlər. Bir-birlərinə baxırlar. Sonra onlardan biri dedi ki, niyə demirsiniz? Onsuz da çox güclü qadındır, belə elə. Və dedilər ki, bu evlənib, oğlu olub, konfet paylayır. Mən dedim, qızlar, bu gündən alimenti dayandırın. Mən öz uşağımı özüm saxlayacağım, o qoy getsin uşağını saxlasın. İmtina elədiniz? Bəli, özüm saxladım. Çox xoşbəxt eləmişsiniz onu, inanın. Qoy xoşbəxt olsun. Mən öz evladımı istədiyim kimi saxladım və xoşbəxt oldum. 25 yaşında gəldi, nə dedi? Övladınızın 25 yaşında. Mən onu görməmişəm. Zəng elədi telefonla, oğlumu çağırdı telefona. Dedi ki, mən səninlə görüşmək istəyirəm.
Oğlunuz? Yox, o dedi oğluma. Oğlunuz nə dedi? Oğlum dedi ki, yox. Gəldi mənə dedi ki, sən mənim həm anamsın, həm atam. Mən dedim ki, o hər halda sənin atandır, get görüş. Amma o görüş alınmadı. Niyə? Oğlum getmədi. İndiyə qədər də görməyib. İndiyə kimi də görüşmür. Ölüb ucu. Elə bu il vəfat elədi. Şəfiqə xanım, bəs orada onun övladları var da. Sizin oğlunuzun bacıları, qardaşları var da orada. Bacısı, qardaşı. Bacısı, qardaşı. Tək-tək. Yəni 2 uşağı var orada. Yəni istəmirsiniz, oğlunuz da təkdir. O oğlan gəlib axtarıb tapıb Samiri. Axtarıb tapıb da bir şey olan kimi yanına gəlir, onunla məsləhətləşir. Nə bilim, uşağına bir şey olanda, nə bilim, məsələn, xeyir bir iş olanda, ad günü olanda Samirlə bir yerdə eləyir. Samirin uşaqlarının ad günü olanda o gəlir. Bax belə. Siz necə yanaşırsınız ona? Mən heç necə. Mən mane olmuram. Yox, yad kimi yanaşırsınız, yoxsa doğmalıq hiss edirsiniz, oğlunuzun qardaşı? Mən hiss eləmirəm doğmalıq. Bacısı ilə münasibətlər necədir? Bacısı ilə yoxdur münasibətlər. Həyat qəribədir, Şəfqət. Çox. Həddindən artıq.